Salam hörmətli izləyicilər. Trigonometriyadan qaldığımız yerdən davam edirik. Bugünkü bölmə trigonometrik funksiyaların ən böyük və ən kiçik qiymətləridir. Keçək suallara. Deməli, birinci sualda bizə deyir ki, funksiyasının ən kiçik qiymətini tapın. Yazıram, y bərabərdir 2 üzərinə gəlinsin 3 kosinus 2x. Bilirik ki, kosinus 2x -1 ilə kosinus 2x bir parçasında qiymətlər alır. Hər tərəfini vuraq 3'ə. Olur -3 kiçikdir bərabərdir 3 kosinus 2x kiçikdir bərabərdir 3'dən. İndi hər tərəfin üzərinə 2 əlavə edək. Olur -3 üzərinə gəlinsin 2 kiçikdir bərabərdir 2 üzərinə gəlinsin 3 kosinus 2x kiçikdir bərabərdir 3 üzərinə gəlinsin 2. İndi -3 üstə 2 edir -1 kiçikdir bərabərdir 2 üstə gəlinsin 3 kosinus 2x kiçikdir bərabərdir 5'dən. Demək, bu funksiyanın qiymətlər çoxluğu -1, 5 parçasına daxildir. Və ən kiçik qiymət burada -1'ə bərabərdir. Birinci sualda oldu. Doğru cavab B variantı. Baxaq ikinci suala. Funksiyasının ən böyük qiyməti tapın. Fx bərabərdir 3 minus 2 sinus 2x. Bilirik, sinus 2x -1 ilə 1 parçasında qiymətlər alır. Birinci halda f -1'i tapın. Bu sualı yuxarı yazdığım kimi yazmaq olar, fərqi yoxdur. Belə də yazmaq olar. 3 minus 2 vuraq -1. O eləyir müsbət 5. İndi f1 dəyərimiz nəyə bərabərdir? 1'i yerinə yazsam 3 minus 2 vurarsam 1. O eləyir müsbət 1'ə. Yəni ki, bu funksiyanın qiymətlər çoxluğu f -1 ilə f1'dir. O da bərabərdir. F -1 dəyərimiz neçə olub? 5 olub. F1 də 1 olub. Çünki birinci kiçik yazılır. 1 yazılır. Sonra böyük yazılır da parçada. 1, 5 oldu. Funksiyanın ən böyük qiyməti burada təbii ki, bax bu 5'ə bərabərdir. İkinci sualda da doğru cavab olur B variantı. Üçüncü suala baxaq. Funksiyasının ən kiçik qiymətini tapın. Yazıram, fx bərabərdir 3 sinus 3x minus 1'ə. İndi ən kiçik qiymətini soruşur. Sinus 3x harda alır qiymətləri? -1 ilə 1 də alır. F -1'ə baxaq. F -1 bərabərdir 3 vurun -1 çıx 1. Edir -4. F1 dəyərimiz isə 2'ə bərabərdir. Yəni ki, burada 1 qoysam 3 bölü 3 çıx 1 2 oldu. Deməli, funksiyanın qiymətlər çoxluğu -4 2'ə bərabər olmuş olur. Ən kiçik tam qiymət isə burada -4'ə bərabər olur. Üçüncü sual oldu D variantı. Baxaq dördüncü suala. Funksiyasının ən böyük qiymətini tapın. Yazaq, fx bərabərdir 5 kosinus 2x minus 1. Ən böyük qiymət tələb olunur. Yenə də kosinus 2x -1 bir parçasındadır. F1'i yazaq. F1 tabi birbaşa yazıram. F1 nəyə bərabər oldu? 4'ə bərabər oldu. F -1 də -6'ya bərabər oldu. Bir dəfə 1 yazarsınız bunun yerinə, bir dəfə -1 yazıb hesablayasınız. Deməli, funksiyanın qiymətlər çoxluğu -6 4 parçası oldu. Ən böyük qiymət də burada nəyə bərabərdir? 4'ə bərabərdir. Dördüncü sualda da doğru cavab olar A variantı. Baxaq 5-ci suala. Funksiyasının ən böyük qiyməti tələb olunur. Yenə y bərabərdir 2 sinus 3x minus 1 bölünsün 2'yə. Funksiyasının ən böyük qiyməti bərabərdir suala. Bir dəfə 1 yazaq, bir dəfə -1 yazaq. Deməli, 1 yazamda olur y1 bərabərdir 2 birim 2 çıx 2'də 1. Olur neçə? 2'də 3 olur. Yəni ki, 1/5. İndi y-i -1'i hesablayaq. Bərabərdir -2 çıx 2'də 1. -2/5. Ən böyük qiymət istəyirdi 1/5'ə bərabərdir. 5-ci sualda da doğru cavab olar C variantı. Yəni ki, funksiyanın qiymətlər çoxluğu -2/5 ilə 1/5 parçasına daxildir. Ən böyük qiymət də 1/5'dir. Baxaq 6-cı suala. Y bərabərdir
3 kosinus 2x. Üzerine gelsin 2'de 1. Funksiyasının en küçük kıymetini tapın. Bir defa mənfi 1, bir defa 1'i yazaq. Deməli, y1 hesablayaq. 3 üzerine gelsin 2'de 1. 3 tam 10'da 5. Y mənfi 1 yazaq. Mənfi 3 üstə 0 tam 10'da 5. O da edir mənfi 2 tam 10'da 5. Deməli, funksiyanın qiymətlər çoxluğu mənfi 2 tam 10'da 5 ilə 3 tam 10'da 5 arasındadır. Və ən kiçik qiyməti soruşur. Təbii ki, mənfi 2 tam 10'da 5 burada ən kiçikdir. 6-cı sualda da doğru cavab olur A variantı. Baxaq 7-ci suala. Deməli, 7 deyir ki, funksiyasının ən kiçik qiymətini deyir, tapın. Yazıram, y bərabərdir sinus 30. Üzerine gelen üstünde yani kuvvetini kosinüs x plus sinüs x. Hamısının karşısında 1 var, yazılmır. Y beraberdir, bunu belə yazıram. Sinüs 30 neye beraberdir? 2'də 1'ə beraberdir. 2'də 1 üstündə. Bax, 1 vurasın kosinüs x, üstə yensin 1 vuraq sinüs x-i. Ən böyük və ən kiçik qiyməti necə tapılırdı? Kökün altında mənfi kökün altında bax belə tapılırdı da. 1'in kvadratı üstə 1'in kvadratı. Nokta virgül 1'in kvadratı plus 1'in kvadratı. Yani bu da olurdu. Mənfi kök altında 2 ilə kök altında 2'ye. Şimdi y bərabər 2'də 1 üstündə belə yazacağım buna. Fikir verin. 2'də 1 üstündə mənfi kök altında 2 var. Bir de ne var? 2'də 1 üstündə kök altında 2 var. Şimdi bu funksiyanın ən kiçik qiyməti. Təbii ki, ən kiçik qiymət bax buna bərabərdir. 2'də 1 üstündə, daha doğrusu bunun yerin tərsini yazmalıyıq da biz. Çünki bu burada olmalıydı. 2'də 1 üstündə kök altında 2 ən kiçik qiyməti. Nə görə? Əsas 1'dən kiçikdir. Yəni 2'də 1 1'dən kiçikdir. 1'dən kiçik olduğunda üstü kök altında kiçiksə bu ən kiçik olur. Amma 2'də 1 üstündə mənfi kökdə 2 ən böyük olur. Çünki 1 bölünsün 2'də 1 üstündə kök altında 2 var. Kök altında qüvvətə yüksəlsə bu böyük olacaq. Deməli, burada doğru cavab 7-ci sualda olar B variantı. Baxaq 8-ci suala. Və 8-də nə deyir bizə? Funksiyasının ən kiçik qiymətini tapın. Y bərabərdir 2 kosinus x üstə gəlsin 2 sinus x. Ən kiçik qiymət. Bunun ən kiçik qiyməti nəyə bərabərdir? Mənfi kökün altında 2'nin kvadratı plus 2'nin kvadratına nokta virgül kökün altında 2'nin kvadratı üstə gəlsin 2'nin kvadratına. Bu da bərabərdir. Mənfi kökdə 8 nə? Kök altında 8 parçası. Və bizim ən kiçik qiymət tələb olunurdu. Belə deyək də buradan. Mənfi kökdə 8'dən təqribən nə qədər çıxır? Mənfi 2 tam nə qədər çıxır? Bu da 2 tam nə qədər də belə deyək. Burada ən kiçik qiymət oldu. Tam demir bizə. Ən kiçikdir, sadəcə qiymətini tapın. Mənfi 8 belə yazır burada. Mənfi 2 kök altında 2 ilə 2 kök altında 2. Ən kiçik ilə mənfi 2 kökdə 2'yə bərabərdir. Çünki bu bizə tam qiymət demir, sadəcə qiymətini deyir. O da oldu 8-ci sual Y variantı. 9-cu suala baxırıq. Funksiyasının qiymətlər çoxluğunu deyir tapın. Fx bərabərdir sinus kvadrat x minus sinus x plus 7 tam %25'e. İndi sinus x-a bir t deyək. O t'lər ki, t daxildir hansı aralığa? Mənfi 1 ilə 1 parçasına. Deməli, indi yazıram fx bərabərdir sinus kvadrat x-a bir t deməyəcək. Olur t kvadrat minus t üstə 7 tam %25'e. İndi
T'nin yerinə bir daha -1, bir daha 1 yazaq. Bax f, bura t yazım da. F -1'i hesablayaq. -1'in kvadratı 1 çıx 1 üstə 7 tam %25. Oldu 7 tam %25'ə. Bu 1. Şimdi burada funksiyanın ən böyük və ən kiçik qiymətləri lazımdır mənə. Sonra f1'i hesablayaq. Yəni burada t'lərin yerinə bir dəfə də 1 yazıram da, belə deyil. Olur 1 üstə 1, daha doğrusu f -1 də burada plus olur. Böyle 9 tam %25. 9 tam %25. F1'i də 1 çıx 1 üstə 7 tam %25'dir. O da elə də 7 tam %25'ə. Sonra -1 parçasında da gətirək burada bir şey hesablayaq. Deməli 7 tam %25, 9 tam %25. Aha. İndi bir də t kvadrat minus t, bura t0 parabolatda. Parabolun təpə nöqtəsinin koordinatı görə hansıdır? 1 bölünsün 2. 0 tam 10'da 5. 0 tam 10'da 5'də -1 aralığına düşdüyü üçün bunu da hesablayacaq. Yəni ki, bir də f 2'də 1 dəyərinə baxacaq. 2'də 1 dəyərində də olur 4'də 1 çıxılsın 2'də 1 plus 7 tam %25'ə. O da bərabərdir. 4'də 1 budur. Çıxılsın 4'də 2 budur. Plus 7 tam %25'də budur. Bunun nəticəsi eləyər -0 tam %25. Üstə gəlinsin. Bir nə var? 7 tam %25 var. Aha. Bu da eləyər elə müsbət 7. Ən kiçik qiymətimiz, bax, birin 9 tam 125 tapmışıq, birin 7 tam 125 tapmışıq, birində 7 tapmışıq. Ən kiçiyi 7'dir. Ən kiçiyi 7'dir. Bax, bu, bir də bu qiymətin içərisində. Ən kiçiyi 7'dir, ən böyük isə 9 tam %25'ə bərabərdir. Yazıram 9 tam %25. Deməli, funksiyanın qiymətlər çoxluğu 7 ilə 9 tam %25'ə parçasındadır. 9-cu sualda da olur doğru cavab C variantı. Keçdik növbəti suala. 10-cu suala baxaq. Deməli, misal nömrə 10. Y bərabərdir kosinus x minus 2 kosinus x minus 4. Burada nə istəyir bizdən? Funksiyanın qiymətlər çoxluğunu istəyir. İndi kosinus x-a bir daha -1 baxaq. -1 versəm olur -3, vurulsun -5. Deyir müsbət 15. Bir daha 1 versək, -1 vurulsun 1'dən 4 çıxdıq oldu -3. Deyir 3. Belə yazaq da, daha aydın olsun. Kosinus x öz qiymətlərini harda alır? -1 ilə 1 parçasında alır. İndi baxaq. Y-i -1'i yazsam, olur -1 minus 2 vurulsun -1 minus 4. Bu edir -3, bu edir -5, bu edir müsbət 15. Qiymətlərdən biri bu. Sonra y 1'ə baxaq. Y 1'ə baxanda olur 1 minus 2 vurulsun 1 minus 4. Bu edir -1, bu da edir -3. Bu da edir müsbət 3. Biri də budur. İndi bir də bu mötərizəni vurub açaq. Kosinus x-a bir t deyək. Kosinus x-a bir t deyək. T də hansı aralığa daxildir? Bax, -1 ilə 1 aralığına götürülmüş aralığa daxildir. İndi y bərabərdir. Əvvəl bunun yerinə t yazırıq, buna yerinə t yazırıq. Olur t kvadrat minus 4t minus 2t plus 8. Y bərabərdir t kvadrat minus 6t plus 8'ə. İndi buradan da t0 nəyə bərabərdir? 6 böl 2 bərabərdir 3'ə. İndi parabolun təpə nöqtəsinin koordinatı. İndi 3 burada -1 parçasına düşmür. Düşmədiyi üçün onu hesablamayacaq. Deməli, ən kiçik qiymətimiz neçə oldu? Ən kiçik qiymət oldu 3. Ən böyük qiymət neçə oldu bəs? 15. 3, 15 parçası. 10-cu sualda da doğru cavab Y variantıdır. Keçək növbəti suala. 11-ci suala.
Onu yazdıq. 11'e keçirik. Funksiyasının ən böyük qiymətini tapın. 5 sinus x çıxılsın 5 kök altında 3 kosinus x-ə. Bu funksiyanın ən böyük və ən kiçik qiymətini tapırdıq. Mənfi kökün altında 5'in kvadratı üstə gəlinsin. Mənfi 5 kökdəsin kvadratı ilə 5 kökdəsin kvadratına bərabərdir. Belə deyək. Mənfisi müsbəti fərqi yoxdur çünki kvadratlandır. Nöqtə virgül 5'in kvadratı 5 kök altında 3'ün kvadratı. Mötərizəni bağladıq, bərabərdir. Mənfi 5'in kvadratını isə 25 üstə gəlsin 25 vur 3. Deməli, bundan 5 çıxsa 75 üstə 25 10 eləyər də. Ümumidə bunda mənfi 10 ilə 10 arasında oldu. Mənfi 10, 10 parçası belə deyək. Ən böyük qiymət də burada təbii ki 10'a bərabərdir. Deməli 11-ci sualda da doğru cavab 10'a bərabərdir. Keçək 12-ci suala. Verib ki, y bərabərdir 3 minus 2 sinusun kvadratı 3x-ə. Funksiyasının ən böyük və ən kiçik qiymətlərinin cəmini tapın. Kvadrat, sinus kvadrat 3x 0-dan 1 arasında qiymətlər alırdı. Gətirin bir dəfə y0 hesablayaq. 3 minus 2 vur 0. Elədi 3. Gətirin bir dəfə 1 hesablayaq. Y1 bərabərdir. 3 minus 2 o da bərabərdir 1'ə. 3 minus 2 vur 1'dir. Bunu yenə bir dəfə də 1 yazdıq. İndi bunun qiymətlər çoxluğu 1-3 parçasıdır. Funksiyanın ən böyük və ən kiçik qiymətlər üçün. Ən böyük qiymət 1'ə, ən kiçik qiymət 1'dir, ən böyük qiymət də 3'dür. Bunların cəmi neçə edər? Bəs 4. 12-ci sualda da doğru cavab 4'ə bərabərdir. Baxaq 13-cü sualımıza. 3 kosinus kvadrat x 3 kosinusun kvadratı x minus kosinus 2x üzərinə gəlinsin 4. İfadəsinin ən kiçik qiymətini tapın. Bunu belə yazıram. Kosinus kvadratını çevirək də 3 vurulsun. Bunu belə yazıram. 1 plus kosinus 2x böl 2 kimi. Sonra minus kosinus 2x var. Üzərinə gəlinsin də 4 var. O da bərabərdir. 3 birim olur 3. Üzərinə gəlinsin 3 kosinus 2x böl 2. Çıxılsın kosinus 2x var. Plus burada nə var? 4 var. Sonra o da bərabərdir. Bu 3 ilə 2'ni böldüm. Qaldı 1/5. Sonra 3'ü böldüm 2'ye oldu plus 1/5 kosinus 2x minus kosinus 2x üzərinə gəlinsin 4'ə bərabər olur. Bu da bərabərdir. 1/5 üstə 4 neçədir? 5/5 üstə gəlinsin 1/5'dən 1 çıxandı 0/5 kosinus 2x. İndi fx nəyə bərabər oldu? Fx funksiyası bərabərdir 5/5 üstə gəlinsin 0/5 kosinus 2x-a. Bunda bir daha mənfi 1 qoyaq, bir daha müsbət 1 qoyaq. F mənfi 1 qoyanda olur 5/5 üstə gəlsin 0/5 vur mənfi 1. 5/5 çıx 0/5 olur. Burada qaldı 5. İndi F1'i hesablayaq. F1 də 5/5 üstə 0/5 burada deyilər 6. Deməli funksiyanın nəyi soruşurdu? Ən kiçik qiyməti 5'dir, ən böyük qiymət isə 6'ya bərabərdir. Bizdən ən kiçik qiymət soruşurdu. Təbii ki, ən kiçik qiymət də müsbət 5'ə bərabər olur. 14-cü sualda bunun eynisidir. Yazaq. 4 kosinus kvadrat. Birbaşa yazıram. Bunu yazıram 4 vurulsun. 1 plus kosinus 2x böl 2 minus kosinus 2x üzərinə gəlinsin 5. O da bərabərdir. 4'ü vuracaqdıq. Hər tərəfində 2'yə bölək. Bundan bunu x elədim. Qaldı 2. 2'ni vururam 1'ə olur 2. Üstə 2 kosinus 2x minus kosinus 2x burada var. Plus 5'i də buraya yazdıq. 2 ilə 5'in cəmi olur 7 plus
kosinüs 2x. Bizə nə istəyirdi? Bizdən istəyirdi ki, funksiyanın ən böyük qiyməti. Təbii ki, kosinüs 2x bir daha mənfi 1 alır, bir daha 1 alır. 7 üzərinə gəlsin mənfi 1 olsa eləyər 6. 7 üzərinə gəlsin bir daha 1 yazsam eləyər 8. Deməli, funksiya 6-8 parçasında qiymətlər alır. Və bizdən ən böyükünü soruşurdu. Ən böyük də burada 8-ə bərabərdir. 14-cü sualda da doğru cavab olur 8. Burada 5 olmuşdu 13-də. Deməli, keçdik misal nömrə 15-ə. Baxaq 15-də nə deyir? İfadəsini ala biləcək tam qiymətlər cəmini tapın. Aha. 2 sinüs alfa vır kosinüs alfa vır tangis alfa üzərinə gəlinsin 1. İndi sadələşdirək bunu. 2 sinüs alfa vurulsun kosinüs alfa vır sinüs alfa kosinüs alfa üzərinə gəlinsin 1. Bu da bərabərdir. Kosinüs alfayı ixtisar edirəm. Lakin buradan yazıram. Kosinüs alfa fərqli olsun 0-dan. Kosinüs 0-ı nə vaxt alır? Pi böl 2-də alır. Yəni pi böl 2 üstə pi k'lar kimi yazmaq olar da, belə deyək. 3 pi böl 2-də alır. Sonra 2 pi-də alır. Kosinüs daha doğrusu 0-ı 3 pi böl 2-də yox, 2 pi-də almır. İndi sonra baxaq. Kosinüslər getdi, qalır 2 sinüs alfa vurulsun sinüs alfa üzərinə gəlinsin 1-ə. Yəni burada alfa fərqli olmalıdır. Pi böl 2 üstdə pi k'lardan. İndi bu da nə verir bizə? 2 sinüsün kvadratı alfa üzərinə gəlinsin 1. İndi buna funksiya kimi baxırıq da fx bərabər olsun 2 sinüsün kvadratı alfa üzərinə gəlinsin 1-ə. İndi burada mən nə edəcəm? Sinüs kvadrat alfa öz qiymətlərini alır 0, 1-də, 1-də. İndi sinüs alfa 0-a bərabər olsa, 0-a bərabər olsa, alfa hansı qiymətləri? Sinüs 0-da 0 alır. Bu məlumdur. Sonra sinüs harda alır? Pi-də 0 alır. Sinüs aldı pi-də 0-ı. Sonra sinüs 2 pi-də alır 0-ı. Yəni ki, burada indi fikir verin bura. Pi bölü 2, 3 pi bölü 2 bunlar davam edir. Bu bucaqların buna qorxusu yoxdur. Yəni ki, kosinüsü 0 edən hal yoxdur burada. Ona görə bu olar. 0 qiyməti daxildir. İndi 1 qiymətin baxaq. Sinüs alfanı harda alır? 1-i harda alır? Alfa sinüs 90-da 1-ə bərabərdir. Bu heç. Pi bölü 2-də 1-ə bərabərdir. Sonra elə pi böl 2 fikir verin. 1 qiymətində, bunu belə yazmayaq. Bax, pi böl 2 bizə lazım deyildi. Alfa fərqli olmalıydı pi böl 2-dən. Gəlin bunu yazalım da. Alfa fərqlidir pi böl 2. Burada alfa fərqli qiymətlər alır da, belə deyək. İndi pi böl 2 burada alır. Deməli, burada 1 daxil olmayacaq. Deməli, 0, 1 parça, 0, 1 intervalı. 0 daxildir, 1 daxil deyil. İndi yazıram fx bərabərdir 2 sinüsün kvadratı alfa üzərinə gəlinsin 1. İndi sinüs kvadratı alfanı harada yoxlayacağım? Bir dəfə 0-da, bir dəfə 1-də, amma 1 daxil olmayacaq. İndi f0-a baxıram. F0 dəyərimiz 2 vurulsun 0 üzərinə gəlinsin 1. Bu ilə də 1. İndi f1 dəyərini yoxlayaq. 2 vur 1 üstə 1. Bu ilə neçə? 3. İndi funksiyanın qiymətlər çoxluğu olacaq. 1 daxildir, amma 3 daxil deyil. Fikir verin bura. Çünki burada 1 daxil olmamışdı axı. Ona görə də ən böyük qiymət burada daxil olmayacaq. Yəni, funksiyanın ala biləcəyi qiymətlər. Nə soruşdu bizdən? Funksiyanın ala biləcəyi tam qiymətlər. Funksiya 1-i aldı, bir də 2-ni aldı. Amma lakin burada 3-ü ala bilməz. Bunların da cəmi 1 üstə 2 bərabərdir 3-ə. 15-ci sualda da doğru cavab 3-ə bərabərdir. Keçək növbəti suala. 3-cü sual gəlir, 16-cı sual. Deməli, ifadəsini ala biləcək tam qiymətlər cəmini deyir tapın. 3 minus, yazırıq, 2 sinüs alfa vurulsun kosinüs alfa vurulsun kotangis alfa. Kotangis alfa. Bərabərdir, sadələşdirək əvvəla. 3 minus 2 sinüs alfa vurulsun
Kosinüs alfa. Kotangesi de belə yazıram. Kosinüs alfa bölünsün sinüs alfa. Şimdi buradan da yine de eyni qayda. Sinüs alfalar ixtisar olunur. Lakin sinüs alfa sıfırdan fərqli olmalıdır mütləqdə. Alfa da fərqli olmalıdır pi k'lardan. K tam ədədləri olsa, K-nı yerinə 0, 1, 2, 3 yazsaq, onda alfa fərqli olmalıdır. 0 yazanda olur 0. Yəni sinüs 0-da 0 alır. 1 yazanda olur pi, 2 yazanda olur 2 pi. Alfa bunlardan fərqli olmalıdır. Bunu sonra araşdıracaq. İndi buradan bərabərdir yazırıq. 3 minus 2 vurulsun. Kosinüs alfanı da kosinüs alfa vuranda edir kosinüsün kvadratı alfa. İndi bilirik ki, kosinüsün kvadratı alfa öz qiymətlərini harda alır? 0 ilə 1 parçasında alır. İndi baxaq, kosinüs alfa, bir dəfə 0-a baxaq alfa bucaqlarına. Bir dəfə də kosinüs alfa 1-ə baxaq. İndi alfa burada nə ola bilər? Kosinüs 0-da harda alır? Kosinüs 0-da pi böl 2-də alır. Yəni kosinüs 90-da 0-da. Sonra kosinüs 2 pi-də də 0-da. Daha doğrusu kosinüs 3 pi bölü 2'de 0'dır. 3 pi bölü 2 şeyin y oxudu axı ona görə. Deməli, indi bir də bir daha baxaq alfa bərabərdir. Kosinüs 1-i harda alacaq? Bəs kosinüs 0-da 1 alacaq. Sonra nə alır? Kosinüs 0 alır. Kosinüs pi böl 2-də alacaq. Sonra kosinüs 0-ı harda alırdı? 2 pi'nin özündə də alırdı. 2 pi'nin özündə də aldı. İndi bizə nə olmaz? Bizə olmaz sinüs alfa sıfırlardan fərqli olsun. Kosinüs pi böl 2. Burada düz yazmışıq da. Belə kosinüs pi böl 2-də 0 alır. Bəli. Baxın indi burada. Bizə lazımdır ki 0 olmasın, pi olmasın, 2 pi olmasın. Fikir verək bura. Bax bunlar var. Bunlar daha doğrusu ödənir. Pi bölü 2, 3 pi bölü 2 ödənəcək. Yəni sinüs pi bölü 2-də sinüs 90-da 1-dir. 3 pi bölü 2-də mənfi 1-dir. Yəni sıfıra çevirin hal yoxdur. İndi baxaq bura 0. Baxın 0 dəyərinə baxın. 0, 2 pi var. 0 da var, 2 pi də var. 0 da var, 2 pi də var. Biz dedik axı alfa bunlardan fərqli olsun. Deməli burada fərqli olmadı. Kosinüs pi bölü 2-də kosinüs 90-da biz nə yazmışıq bura? Kosinüs bizə 0 lazımdır. Kosinüs 1 lazımdır daha doğrusu. Kosinüs 0-da 1 alır. Sonra kosinüs 2 pi'dəyik. Burada biz şey nə yazmışıq ki? Bir də kosinüs 2 pi'də alır. 1'e. Yəni orada kosinüs pi böl 2'də 0 almır. Kosinüs 1'i almır daha doğrusu. 0 alır. Bizə nə lazımdır burada? 0'dan 2 pi bölü 2. Bax burada bu qiymətlər var. İndi kosinüs pi'də də mənfi 1 alır da o bizə ehtiyac yoxdur. İndi deməli bizə aralıq necə olmalıdır? Bax buradan ox qoyuram. Bu şərt ödədir. 0 şərti ödəyir. Amma 1 şərti ödəmir. 1 şərtində 0-2 pi'lər daxil deyil. Ona görə belə yazacağım. İndi başlayaq sualı həll edək. Fx bərabər olur. 3 minus 2 kosinüsün kvadratı alfaya. Bir dəfə 0 yazaq, bir dəfə 1 yazaq. F0 dəyərimiz oldu 3 minus 2 vur 0 oldu 3. İndi F1'ə baxaq. F1 dəyərimiz 3 minus 2 vur 1. O dəyər müsbət 1. Deməli funksiya alır 1, 3 parçasında, amma bura 3 nə edəcək? Daxil olmayacaq. Daha doğrusu bu 0 dəyərində ödəməkdə belə deyək. 1 dəyərində ödəmədə. Neçənci sualdır bu? 16-cı sual. 1-də ödəmədə. Bura 1 daxil olmayacaq, amma 3 daxil olacaq. Çünki 1-də 1 dəyərində ödəmədisə, F1-də də ödəmir. Onda 1 ödəmir. 1 ödəmir. 0-da ödəyir. Deməli bura 0-da 3 qiymətini alır. Baxın, 3 bura daxildir, bu da ödəyəcək. Bax bu formada. Vəssalam. Funksiyanın qiymətlər çoxluğu 1, 3. 1 daxil deyil, 3 daxildir. Və burada nəyə soruşur bizə? Ala biləcək tam qiymətlər cəmi soruşurdu. 1 daxil deyil, 2-ni alır.
bir də 3 alır bu aralıqda. İndi bunların da cəmi 2 üzərinə gəlsin 3 bərabərdir müsbət 5-ə. 16-cı sualda da doğru cavab 5-ə bərabərdir. Çünki bu suallarda biraz diqqətli olmaq lazımdır ki, kotangesli, bir də tangesli, sinuslu, kosinuslu funksiyalarda biraz diqqətli olun ki, nəsə nəzərdən qaçmasın, sualı səhv həll etməyəsiniz. Keçək 17-ci suala. 17 nə deyir bizə? Ən böyük qiyməti ilə ən kiçik qiyməti hasilini deyir tapın. Kökün altında 5, sinus 7 alfa plus 2 kosinus 7 alfa üzərinə gəlinsin bir də 5 var. Gəlin bu ifadəni ala biləcək qiymətlərə baxaq. Mənfi kökün altında, kök altında 5'in kvadratı plus 2'nin kvadratı kök bağlanır. Bir də kök altında 5'in kvadratı, kökdə 5'in kvadratı plus 2'nin kvadratı. Bağladıq mötərizəni. Yenə mötərizəni açaq. Mənfi qalır. Kökdə 5'in kvadratı 5, bu da 4. 5 üstə 4, 9, 3 çıxdı. Mənfi 3 ilə 3. Deməli, bu sualın özündə aşağıdan yazıram. Mənfi 3 ilə 3 parçasında qiymətlər alır. Plus bir də nə var burada? Plus 5 var. İndi hər tərəfin üzərinə 5 gələk. Oldu. Mənfi 3 üstə 5 neçə edir? Müsbət 2 edir. 3 üstə 5 neçə edir? 8 elədi. Məsələn, funksiyanın qiymətləri 2, 8 parçasındadır. Ən böyük qiymətlə ən kiçik qiyməti hasılı. Ən kiçik qiyməti nəyə bərabər olur? 2'yə bərabər olur. Ən böyük qiyməti isə 8'ə bərabər olur. İndi bunların hasıl neçədir? 2'ni vuraram 8'ə, olar müsbət 16. 17-ci sualda da doğru cavab 16'ya bərabərdir. Baxaq növbəti sual 18-ci suala. İfadəsinin ən böyük qiyməti ilə ən kiçik qiyməti hasilini tapın. 3 sinus üstündə 5 alfa plus 4 kosinus üstündə 6 alfa üzərinə gəlinsin 5'ə. İndi burada nə edəcəm mən? Sinus üstündə 5 alfa öz qiymətlərini alırdı mənfi 1 ilə 1 parçasında. Kosinus üstü 6 alfa cüt olduğu üçün 0,1 parçasında alır qiymətləri. İndi hər tərəfin 3'ə vuraq. Olur mənfi 3, bir də 3. Hər tərəfin 4'ə vuraq. Olur 0 ilə 4 arasında plus bir də nə var? 5 var. İndi burada nə toplayaq? Mənfi 3 üstə 0 edir. Mənfi 3. 3 üstə 4 elədi 7. Plus bir də 5'i gələk. Mənfi 3 üstə 5 edir müsbət 2. 7 üstə 5 edir 12. Məsələn. Ən böyük qiymətlə ən kiçik qiymətin hasılı. Ən kiçik qiyməti 2'yə bərabərdir. Ən böyük qiyməti isə 12'yə bərabərdir. 2'ni vuraram 12'yə elər müsbət 24. 18-ci sualda da doğru cavab 24'ə bərabərdir. Baxaq 19-cu sualımıza. Deməli 19'a nə deyir bizə? Ən böyük qiymətini hesablayın. 10 kosinusun kvadratı alfa üstə 2 sinusun kvadratı alfaya. Müxtəlif üsullarla yazmaq olar. Dərəcəni aşağı salmaqla da. Ancaq elə yazmayaq. İndi bərabərdir. Yazıram belə. 8 kosinusun kvadratı alfa üstə 2 kosinusun kvadratı alfa. Bu nə edir? 10 kosinus kvadrat alfa. Plus 2 sinus kvadrat alfanı da belə yazdım olduğu kimi. O da bərabərdir. 8 kosinus kvadrat alfa qaldı yerimdə. 2'ni buradan çıxartdım mötərizə xaricinə. Olur kosinusun kvadratı alfa plus sinusun kvadratı alfaya. O da bərabərdir. 8 kosinusun kvadratı alfa. Bu cəmcə nə verir? 1'i verir. Plus 2. Kosinus kvadrat alfa öz qiymətlərini alır 0 ilə 1'də 8'ə vursam 8'i 0'a vursam olur 0, 8 birimdə oldu 8 plus 2'ni gələcəm ancaq üzərinə 0'ın üstə 2 gələndə eləyir 2, 8 üstə 2 də oldu müsbət 10. İfadəsinin ən kiçik qiymətini hesab 19 yazırıq da biz. İfadəsinin ən böyük qiymətini hesablayın. Ən böyük qiymət də oldu müsbət 10.
Deməli 19-cu sualda da doğru cavab 10-a bərabərdir. Baxaq 20-ci suala. 20-ci sualda bunun eynisidir. Belə yazıram. 8 kosinusun kvadratı alfa plus 4 kosinusun kvadratı alfa plus 4 sinusun kvadratı alfa. Bu da bərabərdir. Buradan 4'ü çıxartdıq mötərizə xaricinə. Bax, belə yazıram da. Bunu silək. Bax, buradan 4'ü çıxartdım mötərizə xaricinə. Bu cəmi bizə nəyi verdi? 1'i verdi. Yəni ki, 8 kosinus kvadrat alfa üzərinə gəlsin 4. Yəni 4'ü vurduq 1'ə oldu 4. 8 kosinus kvadrat alfa hardadır qiymətlərin? 0 ilə 1'də alır. Hər tərəfini 8'ə vursam olur. 8'i 0'a vuranda olar 0. 8 birimdə 8. Üzərinə ancaq 4'ü gələk. Olur 4 ilə 12 parçası. Bizə ən kiçik qiymət hesabla deyildi. Ən kiçik qiymət də müsbət 4'ə bərabərdir. 20-ci sualda da doğru cavab 4'ə bərabər oldu. 21. Funksiyasının ən böyük qiymətini deyir tapın. Y bərabərdir 15 bölünsün 3 sinus x. Yazıram 3 sinus x plus 4 kosinus x plus 7'ye. Bu ifadənin ən böyük qiymətini tapmaq üçün məxrəc nə olmalıdır? Ən kiçik qiymətini almalıdır. O zaman baxaq. 3 sinus x üzərinə gəlsin 4 kosinus x üzərinə gəlsin 7 bərabərdir. Əvvəla bunun ən böyük və ən kiçik qiymətlərini necə tapırdıq? Mənfi kökün altında 3'ün kvadratı plus 4'ün kvadratı 25 oldu 5. Mənfi 5 ilə 5 parçasında. Plus üzərinə 7'ni gələk. Mənfi 5 üstə 7 olur. Müsbət 2. Bu da 12'dir. İndi bizə nəyi soruşurdu? Ən kiçik qiymətin. Yox, ən böyük qiymət. Opşi ən böyük olsun. Ən kiçik qiymətdə neçə olub? Burada 2 olub. Deməli 15. Bu ifadənin ən kiçik qiyməti 2'yə bərabərdir. 15'i də 2'yə bölsəm neçə qalar? 7,5 qalar. 21-ci sualda da doğru cavab 7,5'ə bərabər olur. Deməli keçək növbəti suala. 22-ci sualımıza. 22-ci sual bizə nə deyir? Funksiyasının ən böyük qiyməti. Yenə də məxrəc ən kiçik olmalıdır ki, ən böyük qiymətini alsın. 9 bölünsün 6 kosinus x üstə 8 sinus x plus 12'ye. Ən böyük qiymətini soruşsa bu ən kiçik qiymətini almalıdır. O da bərabərdir. Yazaq 6 kosinus x plus 8 sinus x üzərinə gəlsin 12'ye. Bu ifadənin ən böyük və ən kiçik qiyməti necə tapılırdı? Mənfi kökün altına 6'nın kvadratı plus 8'in kvadratına. Bunların kvadratları cəminə nöqtə virgül 6'nın kvadratı plus 8'in kvadratına. Plus 12'ni də unutmayaq. O da bərabərdir. 36 bu da 64 edir. Cəmi 100'dir. 100'dən də 10 çıxır. Yəni ki, mənfi 10 ilə 10 parçası. Hələ ki buradan bura. İndi plus 12 neynəyə əlavə edək? Plus 12. Mənfi 10 üstə 12 edir müsbət 2. 10 üstə 12 eləyər müsbət 22. Deməli bu funksiya aldığı qiymətlər. Ən kiçik qiyməti neçə oldu? Ən kiçik qiymət 2 oldu. 9'u da 2'yə bölərəm. Olar 4,5. Deməli 22-ci sualda da doğru cavab 4,5'ə bərabərdir. Baxaq 23-cü sualımıza. 23. 2 sinus kvadrat alfa. Yazaq 2 sinusun kvadratı alfa plus 10 kosinusun kvadratı alfa plus 6 sinus alfa kosinus alfa. Bu da belə yazıram. 3 vurasın 2 sinus alfa bir də var kosinus alfa. O da bərabərdir. Deməli bunu belə yazacağım. 2 vurulsun
1 plus kosinüs 2 alfa böl 2 kimi. Deməli, sinüs kvadrat plus kosinüs kvadrat yox. 1 minus kosinüs 2 alfa böl 2 kimi. Üstə yensin 10 vurulsun. 1 minus kosinüs 2 alfa böl 2 kimi. Aha. Üstə gəlinsin. 2 sinüs alfa kosinüs alfa sinüs 2 alfaya bərabər. O da 3 sinüs 2 alfa olsun. Bu da bərabərdir. 2'lər ixtisar olundu. Qaldı 1 minus kosinüs 2 alfa. Üstə gəlsin. Bundan da oldu 5. 5 çıxılsın. 5'i də bu ifadəyə vururam. 5 kosinüs 2 alfa. Üstə gəlsin bir də 3 sinüs 2 alfa. O da bərabərdir. 1'in üstə 5 gələrəm. İlər müsbət 6. Mənfi kosinüs 2 alfa. Mənfi 5 kosinüs. Çıx. 7 oldu. Kosinüs 2 alfa. 7 oldu. Kosinüs 2 alfa. Nəsə səhv getmədi. 1 minus kosinüs 1'in kvadratı. Plus sinüs kvadratları gedir. 1 minus kosinüs 2 alfa. 5 çıxılsın. Mənfi 6 deyir bu. Mənfi 6 kosinüs 2 alfa. Üstə gəlsin 3 sinüs 2 alfa. Nəsə səhv eləmədik biz. 6 ilə 3 uyğun gəlmədi. 6 ilə 3 uyğun gəlmir. Demək, sual düz yazılır. 2 sinüs kvadrat alfa plus 1 minus. Burada bunun plusudur. Bu kosinüsü versin də. Burada səhv eləmişik. Burada da bunun minusudur. 1 plus kosinüs 2 alfa. Onda bu belə yazaram. Buradan bu formada yazıq. 1 minus kosinüs 2 alfa düzdür. 1 plus kosinüs 2 alfa bölü 2. Burada səhv eləmişdik. İndi belə deyək də. Mənfi kosinüs 2 alfa 5 kosinüs 2 alfa müsbət 4 kosinüs 2 alfa edir. Şimdi sonra yazaq. 6 burada var. Üzərinə gəlsin 3 sinüs 2 alfa çıx 4 kosinüs 2 alfa. İndi bizə nə soruşur? Ən böyük qiyməti. Bu funksiyanın ən böyük və ən kiçik qiymətini tapaq. Mənfi 5 ilə 5 parçasıdır. Yəni ki, mənfi kök altında 3'ün kvadratı. Mənfinin önəmi yoxdur, kvadratdır. Bu 4'ün kvadratı. Mənfi 4'ün kvadratı olsa müsbət 4'ün kvadratı. Belə deyək. Bir də 3'ün kvadratı plus 4'ün kvadratına bərabərdir. Bağladıq, bərabərdir. Mənfi 5 parçası, mənfi 5 ilə parça, bir də 5 parçası. Hər tərəfin üzərinə 6 gəlsəm, olur 6 çıx 5, müsbət 1 ilə 6 üstə 5, 11. 1, 11 parçasında aldıq qiymətləri. Və bizdən nəyə soruşurdu? Ən böyük qiymət. Ən böyük bir də təbii ki 11'ə bərabərdir. 23-cü sualda da doğru cavab 11'dir. Keçək neçənci suala? 24-cü suala. 24 də bunun yenisidir. Ən böyük qiymətini soruşur. Yazıram 2 kosinüsün kvadratı alfa minus 6 sinüs kvadrat alfanı yazıq. Plus 6 sinüs alfa vur kosinüs alfa kimi. O da bərabərdir. Bunu belə yazıram. 2 vurulsun. 1 plus kosinüs 2 alfa böl 2 kimi. Minus 6 vurulsun. 1 minus kosinüs 2 alfa böl 2 kimi. Bu altında burada belə yazıram. 3 vurar 2 kimi. 2 sinüs alfa kosinüs alfa sinüs 2 alfaya bərabərdir. 3 sinüs 2 alfa. Bu üçlər burada geçsə olur 1 plus kosinüs 2 alfa. 2 ilə 6 gedir 3. Mənfi 3'ü 1'ə vurduq. Oldu mənfi 3. Mənfi 3'ü mənfiyə vurduq. Oldu müsbət olacaq da burada. 3 kosinüs 2 alfa. Plus 3 sinüs bir də 2 alfa var. O da bərabərdir. 1 üstə mənfi 3 edir mənfi 2 üzərinə gəlinsin. Kosinüs 2 alfa 3 kosinüs 2 alfa. 4 kosinüs 2 alfa. Üstənsin 3 sinüs 2 alfa. 3 səliqəyə 3 sinüs
2 alfa. İndi 4'ün kvadratı üstə üçün kvadratı ilə 25, yəni ki, mənfi 25-dən kök 5 çıxır, mənfi 5 ilə 5 parçasında alır qiymətlərin. Mənfi 2-nin üzərinə gələk. Mənfi 2 üstə mənfi 5 eləyir mənfi 7, mənfi 2 üstə 5 eləyir müsbət 3. Və bizə nə soruşdu? Ən böyük qiymət də burada müsbət 3-ə bərabərdir. 24-cü sualda da doğru cavab 3 edir. Baxaq 25-ci suala. İfadəsinin ən kiçik qiymətini deyir, tapın. Yazaq 2 minus cos kvadrat alfa minus kosinüs üstü 4 alfa 1 plus kotangesin kvadratı alfa. Burada necə edək? Bərabər deyir. 1 plus kotanges kvadrat alfa 1 bölünsün sinusun kvadratı alfaya bərabərdir. Vurulsun. İndi bunun hamısını sinusa gətirək. 2 vurulsun. Yox, daha doğrusu 2 çıxılsın. Cos kvadratın yerinə yazıram 1 minus sin kvadrat alfa. Sonra çıxılsın. Kosinüs 2 alfa 2 kimi yazsam bunu. Baxın. Bax burada bir 2 əlavə eləsəm. Yəni bunu daha səliqəli yazaq. Kosinüs kvadrat alfanın kvadratının nəyi var? Kvadratı var. Burada bu mötərizəni yazaq. Cos kvadrat alfanın yerinə yazıram 1 çıx sin kvadrat alfa. Amma nəyi var? Kvadratı var. Bərabərdir. Yəni üssü 4'ü bu formada yazdım. Daha doğrusu bu buna aiddir də belə deyək. Bu kvadratı biz buradan silək. Bu artıq düşür. Yəni bu düzdür, bu da düzdür. Aha. Cos kvadratın yerinə sadəcə 1 minus sin kvadrat yazdım. Bu da 1 bölünsün sin kvadratdır. Bax bunun yerinə. Şimdi yazıram 1 bölünsün sinusun kvadratı alfa vurulsun. 2, burada mötərizə var təbii ki. 2 çıxılsın 1, üstə yəni sinusun kvadratı alfa çıxılsın. Burada mötərizəni vurub açaq. 1 minus 2 sinusun kvadratı alfa üstə sinus üstündə 4 alfa. O da bərabərdir. 1 bölünsün sinus kvadrat alfa qalır olduğu kimi. Mötərizəni vurub açaq. 2-dən 1 çıxaram. Qalır 1 plus sinusun kvadratı alfa minus 1 üstə 2 sinusun kvadratı alfa minus sinus üstündə 4 alfa. Şimdi buradan sinus kvadrat alfa, sinus alfa fərqlidir 0 olsun. Alfa sinus 0 harda alır? Pikalarda alır da alfa pikalardan fərqli olsun. Bu da bərabərdir. Yazaq buradan. 1'dən 1 çıxarım qalar 0. Olur 1 bölünsün sinusun kvadratı alfa. Sinus kvadrat alfa üstə 2 sinus kvadrat alfa. Bu nə edir? 3 dənə sinusun kvadratı alfa. Çıx sinus üstündə 4 alfa. O da bərabərdir. Bunu bax burada belə saxlayıram. Bərabəri buradan yazıram. İndi hər tərəfin bunu nəyə bölək? Sinus kvadrat alfaya bölək. İxtisar edək. İndi 1 bölünsün sinus kvadrat alfa vurulsun 3 sinus kvadrat alfa minus 1 bölünsün sinusun kvadratı alfa vurulsun sinus üstündə 4 alfa. O da bərabərdir. Sinus kvadrat alfalar ixtisar gedir. Burada da bunun ikisi qalacaq. Olur 3 minus sinus kvadrat alfa. Bax bu formada sadələşdirdik bunu. İndi sinus alfa pikalardan deyir fərqli olsun. Sinus 0'dan harda alır qiymətlərin? 0'dan 1'də alır. Yəni burada biz kotanges kosinüs böl sinusdur. Bax burada kotanges kosinüs böl sinusdur. Yəni sinus harda alacaq, harda almayacaq qiymətlərinə baxaq. İndi sinus alfa 0 olsa, alfa bərabər sinus 0'da alır. Sonra sinus pi'də alır. Sonra sinus 2 pi'də alır qiymətləri. Bizə demişdik ki, alfa pikalardan fərqli olsun. Yəni ki, 0 ola bilməz. K-nı yenə 0 qoysam 0 olur. 1 qoysam pi olur. 2 qoysam 2 pi olur.
Deməli alfa burada bax bu 0-ı almayacaq. 0 olacaq. İndi 1-ə baxaq. Sinüs alfa bərabərdir 1-də. 1 olanda pi böl 2 olur. Sonra 1-i da başqa burada heç bir qorxusu yoxdur da bunların. Pk'larda qorxusu yoxdur. 1-in qiymətlərində. Ona görə bu qiymətləri alacaq. Deməli ancaq 1-i burada nə edir? 1-i mütləq almalıdır. İndi yazıram 3. Belə deyək də fx bərabər olub 3 minus sinusun kvadratı alfaya. İndi bir dəfə f0-a baxaq. 3 minus 0 olub 3. Bir dəfə f nəyə baxaq? f1-ə baxaq. 3 minus 1 olub 2. 0-da almadı. 0-da hansı qiymətdir? Bax, ən kiçik olub 2, ən böyük olub 3, amma 3-ü almayacaq da, belə deyək. Şimdi bizə nəyə soruşurdu? Deməli, 0 qiymətində funksiya 3 olub. 0-da almadısa, deməli 3-də də almayacaq. İndi bura bu mötərizdən olacaq. Daxil deyil. Bizdən soruşurdu ki, ifadəsinin ən kiçik qiymətini tapın. Ən kiçik qiymət də burada müsbət 2-yə bərabərdir. 25-ci sualda da doğru cavab müsbət 2-dir. Baxaq 26-cı sualımıza. Y bərabərdir 10 kosinüs kvadrat x. Çıx, altını belə yazıram. 3 vıraq 2 sinüs x kosinüs x. Üstə gəlsin 2 sinusun kvadratı x, üzərinə gəlsin 4. O da bərabərdir, yazaq. 10 vurulsun 1 plus kosinüs 2x böl 2. Sonra çıxılsın 2 sinüs x kosinüs x, 3 vurulsun sinüs 2x-a bərabər olur. Üstə gəlsin 2 vurulsun 1 minus kosinüs 2x böl 2 olur. Üzərinə gəlsin bir dənə var, 4 var. X sayıdı qaldı 5. 5-i vuraq mötərəziyə. 5 üstə gəlsin 5 kosinüs 2x. Bu 5-i buna da, bir də buna da vururuq. Minus 3 sinüs 2x var. 3 sinüs 2x var. Bu ikilər də geçsə olur 1 minus kosinüs 2x. Plus bir dənə var, 4 var. Şimdi 5 ilə bu 4'ü toplayaram. Onlar 9. 5 kosinüs 2x çıx kosinüs 2x plus 4 kosinüs 2x var. Minus 3 sinüs 2x var. Bax, burada bu bir yaddan çıxıb. Bu müsbət 10'dur da. 5 üstə 1, 6 üstə 4, 10. Şimdi 4'ün kvadratı 3'ün kvadratı edir 25. 25'in kök neçəsi çıxır? 5. Deməli, mənfi 5 ilə 5 parçasında bu ifadə qiymətlər alır. Lakin 10 üzərinə gələk. 10 üzərinə gəlsin mənfi 5 edir müsbət 5. 10 üzərinə gəlsin 5 edir 15. Bizə nəyə soruşurdu? Ən kiçik qiymət. Ən kiçik bu qiymət də burada 26-cı sual 5-ə bərabər olar. Keçək 27-yə. Deməli, 27-ci sualda bizə nəyi deyir? 5 sinüs x üstə 12 kosinüs x minus 4. Yazıram fx bərabərdir. Kökün altında 5 sinüs x plus 12 kosinüs x minus 4. Funksiyasının qiymətlər çoxluğuna daxil olan tam ədədlərin sayını deyir, tapın. Tam ədədlərin sayına baxaq. Əvvəla baxıram. Bu ifadə kökaltı ifadənin özündən söhbət edir. Ox qoyuram kökaltı ifadəyə 0-dan böyük bərabər olmalıdır. İndi eyni zamanda 5 sinüs x, gəlin bunu ayrı yazalım. 5 sinüs x plus 12 kosinüs x minus 4 var. O da bərabərdir. 5 sinüs 2x 12 koyun. 5'in kvadratı edir 25. 12'nin kvadratı edir 144. Bu edir 169. Kök neçə çıxır? 13 çıxır. Deməli, mənfi 13 ilə 13 parçasında alır. 4'ü çıxsa, belə deyək də, 4 üzərinə gəlsə, mənfi 17 ilə neçə edir? 13'dən 4 çıxsam qalar müsbət 9. Mənfi 4 üzərinə gəlinsin, mənfi 17-nə müsbət 9.
İndi kök 6 ifadə olduğuna görə yazıram bax belə. Fx bərabərdir. Kökün altında -17 ilə 9. İndi buradan mən nə edəcəm? -17-ni ala bilməz axı. Kök 6 ifadədir. Sıfırdan böyük bərabər olmalıdır. Ona görə də bu mənfi hissəni atırıq. Olur 0 ilə baxın 9-a. Bax bu aralıda qiymətlər alınmalıdır. Kökdə 0-dan nə çıxır? 0 çıxır. 9-a nə çıxır? Kök 3 çıxır. Vəssalam. Deyir olan tam ədədlərin sayını tapın. Burada 0 ilə 3 aralığında 4 dənə. Yəni ki 0 var, 1 var, 2 var, 3 var. 4 dənə tam qiymət alır. 27-ci sualda da doğru cavab 4-ə bərabərdir. Keçək 28-ə baxaq. Deməli 28-ci sual. X daxildir. Pi ilə 3pi böl 2-yə. Neçənci rübdədir? 3-cü rüb. Funksiyasının ən kiçik qiymətini tapın. Yazıram y bərabərdir. Kökün altında tangens x üstə gəlinsin. Kotangens x üzərinə gəlinsin 7-yə. Yenə də bu sıfırdan böyük bərabər olmalıdır. Amma 3-cü rübdədir. 3-cü rübdə bunun mənfisini götürəcəm. Yazıram tangens x üstə gəlinsin. Kotangens x üzərinə gəlinsin 7-yə. Əvvəla bu sıfırdan böyük bərabərdir. İndi 3-cü rübdə tangens də mənfidir. Tangens x sıfırdan kiçikdir. Kotangens x da sıfırdan kiçikdir. 3-cü rübdə. Bu da mənfi olmalıdır. Bu da mənfi. İndi buradan yazıram. Tangens x üstə gəlinsin 1 bölünsün tangens x üzərinə gəlinsin 7-yə. İndi tək bu ifadəni tangens x üstə gəlinsin 1 bölünsün tangens x ifadəsində koşu bərabərsizliyinə görə tangens x üstə gəlinsin 1 böl tangens x ədədi orta böyük bərabər olmalıdır. Həndəsi ortadan tangens x vurulsun 1 bölünsün tangens x-a. Bunlar islah gedir. İçində burada qalıb 1 var da yazılmır. Yəni tangens x üstə gəlinsin 1 bölünsün tangens x böyükdür, bərabərdir 2-dən olmalıdır. Bunu yazdıq. İndi 2-dən böyük bərabərdir. 2-dən böyük bərabərdir. İndi üzərinə nəyə gələcəm? 7-ni gələcəm. Yəni ki bu nə deməkdir? 2-dən müsbət sonsuzluğa deməkdir. İndi üzərinə də 7-ni gəlir. Bax bu 7-ni gəlsin. Amma biz bunu tapmışıq axı. İndi üzərinə gəlirəm 7-ni. Plus yazdım 7. O da bərabərdir 9-dan müsbət sonsuzluğa kimi. Sonra 9-a nə oldu? Hara kimi? Müsbət sonsuzluğa kimi. Nə soracaq? Funksiyanın ən kiçik qiymətini deyir tapın. Aha. İndi 9-dan müsbət sonsuzluğa gətirək burada kökün yerinə yazaq. Yəni y bərabərdir. Yazaq funksiyanın özün. Y bərabərdir. Kökün altında. Nə tapmışıq? 9-dan müsbət sonsuzluğa qiymətlər tapmışıq. O da eləyər 3-dən müsbət sonsuzluğa. İndi burada işimiz nədir? Bizə ən kiçik tam qiymətini istəyir də. 3-cü rübdədir. Ən kiçik tam qiymət. Ən kiçik tam qiymət də burada 3-ə bərabərdir. Deməli, keçək növbəti suala. Biz neçənci sualı yazmışıq? 28 yazmışıq. 28-də biz 3-cü rübdə tangesi sıfırdan böyükdür. Kotangesi sıfırdan böyükdür. Biz nəyə mənfisini yazmışıq? 3-cü rübdə tangesi kotangesi sıfırdan böyükdür. Deməli 28-i yazdıq. Əgər sıfırdan kiçik olsaydı mənfi sonsuzluqdan götürərdik də. Burada 3 müsbət sonsuzluqdan götürmüşük. Düzdür burada. Tangens x, kotangens x-da bura yox, müsbətdir. Hər ikisi müsbət olduğuna görə də elə burada sıfırdan böyük bərabərə düşür də onsuz da. 3 müsbət sonsuzluq aralığına düşəcək. Yox, əgər sıfırdan kiçik olsaydı bu mənfi sonsuzluq 2 kimi götürərdik. Sonra üzərinə gələrdik 7-ni gələcəkdi. İndi keçdik 29-cu sualımıza. Yazaq 29-u burada.
Yani 28'də doğru cavab neçəyə bərabər oldu? 28'də doğru cavab 3'ə bərabər oldu. Bunu qeyd edək. Burada da müsbət 3'ə bərabərdir. 28'də. 29'da nə deyir bizə? Uyğunluğu deyir müəyyən edin. Deməli, birinci sual var. İkinci var. Bir də üçüncü var. Deyir, ən böyük qiymət və ən kiçik qiymətlərdən söhbət gedir. Yazaq 1'ə. Y bərabərdir. 2'ni vuraram. Sinusun aldığı qiymətlər. Bax, bu sinus mənfi 1-dən 1 alır da. Ona görə birbaşa yazaram. 2 vurası mənfi 1 ilə 1 minus 1. O da bərabərdir. Oldu mənfi 2 ilə 2 minus 1. Bu da deyər mənfi 3 toplasam. Bir də müsbət 1. Sonra 2'yə baxaq. Kosinusun qiymətləri hansılardır? Yazıram 3 minus mənfi 1 ilə 1. Şimdi burada neyniyək? 3'dən bir dəfə 1 çıxaram. Bu iləri 3'dən 1 çıxanda 2 elədi. 3'dən mənfi 1 çıxanda verir müsbət 4. Sonra 3'də baxırıq. Kvadratın ən kiçik qiyməti 0-1 arasındadır. 2 vurasın 0 ilə 1 parçası. Bir də üstə 3 gələk də bunun. 2'ni də vuranda buna 0, 2'dir. Plus 3'ü də əlavə elədik. O delir 3 ilə 5 parçası. Bax, biri budur, biri budur, biri də budur. İndi buradan da yine yazaq 1, 2, 3 uyğunlaşdırmaları düzək. Deyir, ən böyük qiyməti 4'ə bərabər olsun. Ən böyük qiyməti 4'ə bərabər olan hansıdır? 2. Deməli 2'yə uyğun gəldi A variantı. Ən kiçik qiyməti mənfi 3'ə bərabər olsun. Mənfi 3'ə 1'ə uyğun gəlir. Deməli 1'ə uyğun gəldi B variantı. Sonra ən böyük qiyməti deyir 5 olsun. C haraya uyğun gəlir? 3'ə uyğun gəldi C. Ən böyük qiyməti 5'ə bərabərdir. Ən kiçik qiyməti deyir 2'yə bərabər olsun. Ən kiçik qiyməti 2'yə bərabər olan 2'yə uyğun gələcək. Deməli 2'yə uyğun gəldi D variantı. Ən böyük qiyməti 1 olsun. 1 olanda ən böyük qiymət baxın 1'dir. 1'ə də uyğun gəldi Y variantı. Oldu 1 B'yi, 2 AD, 3 isə C. Keçək növbəti suala. 30-cu sual gəlir. Deməli 30-cu sualda nə deyir? Deyir yenə uyğunluğu müəyyən edin. Yazıram 30. 1 var, 2 var, bir də nə var? 3 var. Deməli bizə nə deyir? Sinus kvadrat x-da birbaşa yazıram. Hardadır qiymətlərin? 0 ilə 1'də. 1, 2, 3. Deməli 3 vurulsun 0 ilə 1'də alır qiymətlərin. Üzərinə nəyə gələcəm? 4'ə gələcəm. Yəni ki, bu olur 0 ilə 3, üzərinə gəlsin 4. O da olur 4 ilə 7. 4'ü toplasam. Bu birinci. İndi ikinciyə baxaq. Kosinus harda alır qiymətləri? Mənfi 1 ilə 1'də. Yəni ki, 3 vurulsun. Mənfi 1 ilə 1, üzərinə gəlsin 3. Oldu mənfi 3 ilə 3, üzərinə gəlsin 3. Mənfi 3 üstə 3 eləyir 0, 3 üstə 3 elədi 6. Sonra üçüncüyə baxaq. 4 çıxılsın. Sinus harda alırdı? Mənfi 1 ilə 1'də alırdı da. Mənfi 1 ilə 1. 4 çıxılsın mənfi 1. Eləyir müsbət 5. 4'dən 1 çıxanda 3. Yəni ki, 3 ilə 5 parçası. İndi uyğunluğu müəyyən edək hamısında. Deməli 1 var, 2 var, 3 var. Oxları qoyaq. Ən kiçik qiyməti deyir 0 olsun. A hara uyğun gələcək? Ən kiçik qiyməti 0 olan 2'yə uyğun gəlir. 2'yə uyğun gəldi A. Sonra ən böyük qiyməti 5 olsun. 5 hansına uyğun gəldi? 3'ə uyğun gəldi. 3'ə uyğun gəldi deməli B. Sonra ən böyük qiyməti 6 olsun. 6'ya uyğun gələn, 2'yə uyğun gələn bir də Y olacaq. 2'yə uyğun gəldi Y. Aha. Deməli daha doğrusu C'yi. Y hardan çıxdı? Sonra ən böyük qiyməti 4 olsun. Ən böyük qiyməti 4 olan burada D variantı heç birisinə uyğun gəlmir. Deməli nəsə səhv eləməmişik biz burada.
0 edir. 0-1 arasındadır. 0-3 üzərinə gəlsin 4. Ən böyük, ən kiçik qiymətdir. Ən kiçik qiymət 4 olan bax budur. Biz ən böyük qiymət oxumuşuq. 1-ə də uyğun gəldi D. Ən kiçik qiyməti 3 olsun. Ən kiçik qiymət də 3. Y variantı gəldi 3-ə. 1 oldu. Deməli D 2AC, 3 də B Y-yə bərabərdir. Keçək növbəti suala. 31-ci sualımız. Funksiyaların ən böyük və ən kiçik qiymətləri üçün uyğunluğu müəyyən edin. Deməli 1-ə baxırıq. Kosinusun hardadır qiymətləri? -1-dən 1-də 3 vurulsun. -1 ilə 1 üzərinə gələcən 4-ə. Bərabərdir. Olur -3, -3 üzərinə 4. O deyir, toplayanda -3 üstə 4, -1, bu da 7. Deməli, ən kiçik qiymət oldu 1, ən böyük qiymət oldu 7. 2-yə baxaq. Sinüs kvadrat 0-dan 1-də alır. 5 vurarsan 0 ilə 1, -3. Bunu da belə yazıram. 0 ilə 5 arasında -3-ə çıxaq. Bu edir -3. 5-dən 4 çıxaram, edir -2. Ən kiçik qiymət -3-dür. Ən böyük qiymət -2-dir. İndi 3-ə baxaq. Sinus kub -1 ilə 1-də alır. 7 vurulsun. -1 ilə 1 üstə 2. O da bərabərdir. -7, 7. -7 ilə 7 üzərinə gəlsin nə var? 2 var. Bu deyilər -5 ilə -9. Ən kiçik qiymət -5-dir. Ən böyük qiymət isə 9-a bərabərdir. İndi 1-i, 2-ni, 3-ü uyğunlaşdıraq. 1-ə xətt qoyaq, 2-yə xətt qoyaq, bir də 3-ə xətt qoyaq. Deyir, ən böyük qiymət ilə ən kiçik qiymətin cəmi 8 olsun. Baxın bura, 1 ilə 7-nin cəmi oldu 8. Deməli, 1-ə uyğun gəldi A variantı. Ən böyük qiymət ilə ən kiçik qiymət 4-ə bərabər olsun. -5 ilə 9-un cəmi 4-ə bərabərdir. Deməli, 3-ə uyğun gəldi B. Ən böyük qiymət ilə ən kiçik qiymətin cəmi -1-ə bərabər olsun. -3 ilə 2-nin cəmi edir -1. 2-yə də uyğun gəldi C. Sonra ən böyük qiymətdən ən kiçik qiymət çıxsam 14 eləyər. 9-dan -5 çıxsam 14 eləyər. Deməli 3-ə uyğun gəldi, bir də D. Ən böyük qiymətdən ən kiçik qiymət çıxsam 10 eləsin. Ən böyük qiymət burada elə bir şey yoxdur. Ən böyük qiymətdən ən kiçik qiymət 7-dən 1 çıxsam 6 eləyir. 2-dən 3 çıxsam -5 eləyir. 9-dan 5 çıxsam -10. Bu da Y-də heç birisine uyğun gəlmir. Deməli 1-ə uyğun gəldi A, 2-yə C, 3-ə də B ilə D uyğun gəlir. Keçdik 32-yə. 32 də bunun eynisidir, yazaq 32-ni. Funksiyaların ən böyük qiymətləri və ən kiçik qiymətlə uyğunluğu deyir müəyyən edin. Deməli 1 var, hesablayaq biri. Sinus -1 ilə 1-də alır. 2 vurulsun, -1 ilə 1 üzərinə gəlsin 3 var. O deyir -2 ilə 2 üzərinə gəlsin 3. Deyir -1 ilə -5. Ən kiçik qiyməti 1-dir. Ən böyük qiyməti isə 5-ə bərabərdir. 2-ni hesablayaq. Kvadratın kosinusun kvadratı 0-dan 1-də alır. 4 vurulsun 0 ilə 1 -1. O deyir 0-dan 4 -1. O deyir -1 ilə 3. Ən kiçik qiyməti -1-dir. Ən böyük qiyməti isə 3-ə bərabərdir. İndi 3-ü hesablayaq. 3-də. Kosinusun kubdur. Yerdə -1 ilə 1-də alır. 8 vurulsun. -1 ilə 1 üstə 2. O da deyir -8 ilə 8 üstə 2.
eləcək -6 ilə -10. Ən kiçik qiymət -6-dır. Ən böyük qiymət isə -10-a bərabər olur. İndi uyğunluqları müəyyən edək. 1-ə ox qoyduq, 2-yə ox qoyduq, 3-ə ox qoyduq. Ən böyük qiymət ilə ən kiçik qiymətinin cəmi 4-ə bərabər olsun. Deməli, -6 ilə 10-u toplasam 4-ə bərabərdir. Deməli, 3-ə uyğun gələr A. Sonra ən böyük qiymət, ən kiçik qiymətin cəmi 2 olsun. 2 hansıdır? -1-dən 3-ü toplayanda 2 olur. 2-yə uyğun gəldi B. Nöqtə vergül. Ən böyük qiymət ilə ən kiçik qiymətin cəmi 6-ya bərabər olsun. 1 ilə 5-in cəmi 6-ya bərabərdir. Deməli, C uyğun gəldi 1-ə. 1 də oldu C. Ən böyük qiymətlə ən kiçik qiyməti çıxsam 16 olsun. 10-dan -6 çıxsam 16-ya bərabərdir. 3-ə də uyğun gəldi D. Ən böyük qiymətdən ən kiçik qiymət çıxsam olar 8. Y də burada heç birisinə uyğun gəlmir. Çünki 5-dən 1 çıxan 4, 4 eləyir, bu da 10 eləyir. Y də heç birisinə uyğun gəlməyəcək. 1 C olur, 2 B olur, 3 də A ilə D olur. Keçək 33-ə. Deməli, 33-cü suala. Fx verib bizə fx bərabərdir. 4 sinus x üzərinə gəlinsin. 3 kosinus x vurulsun tangens x-a. Ən böyük tam qiymətini tapın deyir. Bərabərdir. 4 sinus x üzərinə gəlinsin. 3 kosinus x vurulsun. Tangens x-a belə yazıram. Sin x böl kosinus x-a. İndi burada nə edəcəm? Kosinus x-ları eləyirəm. Ancaq bir şərtlə. Deməli, başqa şərt vermir də bizə, yox. Bax, o şərti burada yazıram. Kosinus x sıfırdan fərqli olmalıdır. Yəni ki, x ala bilməz nəyi? Kosinus sıfırda alır, yəni ki, pi böl 2-də ala bilməz. Sonra kosinus sıfırda 3 pi böl 2-də ala bilməz. Sonra kosinus, bax, bu bucaqlarda belə deyil. Pi böl 2 üstə pi kalarda x fərqli olmalıdır. Pi böl 2 üstə pi kalardan. İndi yazıram buradan bərabərdir. Bunlar getdi, qalır 4 sinus x üstə 3 sinus x. Bilir 7 sinus x. İndi baxıram sinus x harda alır qiymətlərin? -1 ilə 1-də. İndi yoxlayaq. Sinus x olsa -1, sinus x olsa -1. Sinus x harda -1 alır? -1 aldığı yerdə 3 pi böl 2'dir. İndi fikir verin bura. X 3 pi böl 2'dən dedik, baxın 3 pi böl 2'dən dedik fərqlidir axı. Fərqli olduğu üçün -1 aralığı bura daxil olmayacaq. Yəni belə mötərizə olacaq. Yəni buradan uyğunlaşdıraq. Bərabərdir. -1 daxil olmadı. 3 pi böl 2'də daxil olmadı. X-a baxaq. X bərabərdir. Sinus 1'i harda alacaq? Pi böl 2'də nağdından alır. Fikir verin. Biz axı dedik ki, x fikir verin bura pi böl 2'dən fərqli olmalıdır. Pi böl 2'dən fərqlidirsə, onda elə 1-də də pi böl 2 alıb. Deməli, 1 də qiyməti, uzun nöqtəsi daxil deyil. Bax, belə olacaq. İndi yazıram buradan bərabərdir. 7-ni vuraram. Nəyə? -1 ilə 1-ə. O da eləyər -7 ilə 7 intervala. Bizə nə istəyirdi? Ən böyük tam qiyməti. -7 ilə 7 aralığında ən böyük tam qiymət 6-ya bərabərdir. 33'də doğru cavab neçə oldu? 6 oldu. Baxaq 34-cü suala. Funksiyasının ən böyük tam qiymətini yenə soruşur. Yazıram fx bərabərdir. 8 kosinus x minus 3 sinus x kotanges x. Kotangesi də belə yazıram. Kosinus x bölünsün sinus x-a. Sinus x-lar x-a gedir. Axırda onu müəyyənləşdirərik. Deməli, buradan bərabər olsun. 8 kosinus x qalır. Bir də çıx 3 sinus x var.
O dedilər müsbət 5 kosinus x. İndi bilirik ki, kosinus x öz qiymətlərini hardadır? Mənfi 1 ilə 1-də alır. Amma bir şərtlə ki, burada sinus x məxrəcdə daxil, sinus x sıfırdan fərqli olsun. X da fərqli olmalıdır pikalardan. Yəni ki, x 0 ola bilməz, sonra x pi ola bilməz, sonra 2 pi ola bilməz. İndi baxıram kosinus x mənfi 1. Mənfi 1 kosinus mənfi 1 halda pi-də alır. İndi fikir verin, pi-də alırsa, biz dedik ki, pi-dən fərqli olmalıdır, pi ola bilməz. Deməli, mənfi 1 ucu nöqtəsi daxil olmayacaq. Şimdi buradan yazıram. Mənfi 1 ucu nöqtə daxil olmadı. İndi kosinus x bir dəfə deyirdik 1'ə bərabər olur axı. Əslində bunlar ödənir. Prosta bu sinus x-ə görə indi baxaq. Kosinus 1'i harda alır? Kosinus 1. Biz deyə bilərik ki, kosinus 1'i 2 pi-də alır. 2 pi-də kosinus 1'ə bərabərdir. Axı dedik axı x da 2 pi ola bilməz. 2 pi-dən fərqli olmalıdır. Yəni ki, burada x fərqli olmalıdır 2 pi-dən. Ayrıca bir nöqtəsi də ucu nöqtə bura daxil deyil. Funksiyamız ümumi bu yerdə. Bax, buradan aşağıdan ox qoyub yazıram. 5 vurulsun. Hansı? Mənfi 1 intervalı. Mənfi 1 interval. Olur mənfi 5, bir də müsbət 5. Ən böyük tam qiymət bu aralıqda da müsbət 4'ə bərabərdir. Yazırıq bura müsbət 4. Keçdik 35-ci sualımıza. Nedir 35'də bizə? Yazdıq 35. Mənfi pi bölünsün 2 alfa 0 arasındadır. Olarsa ifadəsinin ən böyük qiymətini deyir tapın. Yazıram tangens alfa üstə yanılsın. Kotangens alfa bölü 2. Əvvəla bilməliyik. Mənfi pi böl 2 alfa hansı rübdür bu? 4-cü rübdür ola bilər də. Saat məsələn bura baxın. Mənfi pi böl 2'ni buraya götürsəm, bu da 0'la mənfi 4-cü rübə düşə bilər bu bucaq. İndi buradan qeyd edirək. Tangens alfa plus kotangens alfa. Cəmi böyük bərabər olmalıdır. Bunların ədədi orta böyük bərabər olmalıdır həndəsi ortadan. Belə deyək. 2 vurulsun. Tangens alfa vur kotangens alfadan. Yox, 2 vurulsun. Yox, ədədi orta böyük bərabər olmalıdır həndəsi ortadan. Yəni ikinci dərəcədən də bu. Yəni yaza bilərəm tangens alfa plus kotangens alfa böl 2 böyükdür, bərabərdir. Tangens alfa kotangens alfa arası 1'ə bərabər olur. İndi tangens alfa plus kotangens alfa böyükdür, bərabərdir 2'dən. 2'ni vurduq, bir də oldu 2. İndi 4-cü rübdə tangens də mənfidir, kotangens də mənfidir. Yazıram da tangens alfa 4-cü rübdə 0'dan kiçikdir. Kotangens alfa da 0'dan kiçikdir. İndi mən 0'dan kiçikdirsə, bu da mənfidir, bu da mənfidir. Bir yazmaq olaraq tangens alfa plus kotangens alfa böyükdür, bərabərdir 2'dən. Bunu yaza bilərəm. Nəyə görə? Çünki tangens də mənfi idi, kotangens də mənfi idi. Mənfini çıxartdım, qarşıya oldu bu formada ifadə. İndi tangens alfa üstə kotangens alfa işarət dəyişir olur mənfi 2. Məsələn, indi tangens alfa plus kotangens alfa, indi fikir verək bura. Tangens alfa plus kot alfa bölünsün nə var? 5 var. İndi gətirib yazaq. Tangens mənfi sonsuzluqdan hara kimidir? Mənfi 2'yə qədər idi də bu. Daha doğrusu burada mənfi 2'ni alır. İndi bu da mənfi sonsuzluqdan mənfi 2'yə qədərdir. Nəyə böləcəm? 5'ə böləcəm. Mənfi sonsuzluq 5'ə bölündə yenə mənfi sonsuzluq qalır. Bu heç. Oldu mənfi sonsuzluq. Mənfi 2'ni 5'ə bölündə olur mənfi 0,4. Deməli, bu ifadənin ala biləcək qiymətlər mənfi sonsuzluqdan mənfi 0,4'ə qədərdir. Və bizə də ən böyük tam qiymət 35-ci tam soruşmur bizdən. İfadəsinin ən böyük qiyməti. Ən böyük qiyməti mənfi 0,4'ə bərabərdir. 35-ci sualda da doğru cavab oldu. Mənfi 0,4. 36 bunun eynisidir.
Yazaq 36-nı. 0-dan alfa pi böl 2-yə bərabərdir. Neçənci rübdür? Birinci rüb. Deyə bilərik də birinci rübdə tangens alfada 0-dan böyükdür. Kotangens alfada 0-dan böyükdür. İndi eyni sualdır. Tangens alfa üstə kotangens alfa böl 10. Tangens alfa plus kotangens alfa 2-dən böyük bərabər edir. Yəni ki, belə yazıram. 2 müsbət sonsuzluq. 0-dan böyük qiymətlərində bu da müsbət, bu da müsbət olsun. Yəni burada nə yazmışdıq biz? 2-dən müsbət sonsuzluq almışıq, amma hər ikisi mənfi olduğu üçün mənfi sonsuzluq 2 yazmışdıq burada. Amma bu 2 müsbət sonsuzluqda alır, hər ikisi müsbət olduğuna görə. Bir də 10-a bölərəm. 2-ni də 10-a böləndə qalar 0,2 qalır da. Müsbət sonsuzluq. Və bizdən ən kiçik tam qiymət istəyir. Ən kiçik tam qiymət də 0,2-yə bərabərdir. 36-cı sualda da doğru cavab olur 0,2. Baxaq 37-ci suala. Nədir 37-də? İfadəsinin ən böyük və ən kiçik qiymətlərinin cəmini tapın. Sinus pi plus alfa. Bu sinus olaraq qalır. Pi nədir? 3-cü rübə keçir. 3-cü rübə sinus mənfidir. Plus kosinusda 3pi böl 2 plus alfa çevrilmə düsturudur. Olur sinus alfa. İşarəsinə baxaq. 3pi böl 2 plus alfa 4-cü rübdə kosinus müsbətdir. Plus 6 sinus kub alfa üzərinə gəlsin 1. Bunlar gedir. Sinus kub alfa da öz qiymətlərini alır. Mənfi 1 ilə 1-də. İndi tərəfən 6-ya vursuq. Olur mənfi 6. Bir də müsbət 6. Yəni bu 6-nı bu mənfi 1-1-ə vururam. Üstdə bir də 1 var. Yəni ki, olacaq mənfi 5-lə 7 parçası. Ən böyük və ən kiçik qiymətlər cəmi mənfi 5 ən kiçikdir, 7 ən böyükdür. Toplasam müsbət 2 edər. 37-ci sualda da doğru cavab 2-yə bərabərdir. Baxaq 38-ə. Sinus pi minus alfa. Sinus olaraq qalır. Yazıram sinus alfa. Pi minus alfa ikinci rübdür. İkinci rübdə sinus müsbətdir. Plus kosinus keçdi sinusa. Sinus alfa olur. 3pi bölü 2 minus alfa. Üçüncü rübdə qalacaq. Üçüncü rübdə də kosinus mənfidir. O halde bu mənfini attım burada qarşıya. Burada müsbət idi. Bu mənfi olduğu üçün bu mənfi qarşıya atıram. O da çıx sinus alfa. Plus 4 sinus kub alfa. Plus bir də nə var? 2 var. Bunlar islah geçsin. Sinus kub alfada mənfi 1 ilə 1 parçasıdır. Kubda fərqi yoxdur. Cütdə 0,1 olur. Kublarda təklərdə mənfi 1 olur. 4'ü bu ifadəyə vursa, mənfi 4 ilə müsbət 4 edər. 2-ni də gəlim üzərinə. Olur mənfi 2 ilə 6. Ən böyük, ən kiçik qiymətlər cəmi soruşdu. Ən kiçik mənfi 2-dir, ən böyük 6-dır. Bunları da toplasam müsbət 4 olar. Deməli, 38-ci sualda da doğru cavab müsbət 4-ə bərabərdir.